Ama siz mənə belə deməmişdiniz. Necə demişdin? Hesabı ödəyəcəksən zaten deməmişdiniz. Suala cavab verməyəcəm. Verməyəcəksən. Çok üzülürüm. Masa, hansı masadır? Dur ay bala, sən neyinirsən? Bura sənin böyüyün yoxdur mu? Həyatım boyunca unutmayacağım. O mənə dağ çəkib. Bəs siz niyə imkanlarınızın geniş olmasına baxmayaraq orada uğur qazana bilmədiniz? Əməl başlı işə düşmüşəm. Klon demişəm elə. Yəqin 100% qarşınıza çıxıb. Yaxşı cümlə olmayıbdı. Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola, Linux Forte, Halal Nemət, Min Bərəkət, Bay Hollywood. Xahiş edirəm, Qaqabəndi bir daha alqışlayaq, ürəkdən. Axşamınız xeyir olsun, əziz Xəzər TV və Zarafat Bir Yananın tamaşaçıları. Ağır iş həftəsinin sonunda, bu gözəl yaz havasında həftənin yorğunluğunu çıxartmağa bura gəlmişik. Bəli, həm yorğun iş həftəsinin yorğunçılığını bir yerdə çıxaracağıq, həm də növbəti iş həftəsinə xoş əhval-ruhiyyə ilə köklənməyinizə yardımcı olacağıq. Bol təbəssümlü və bol əyləncəli verilişimiz başlayır. Unibankın baş sponsorluğu ilə Zarafat Bir Yana başladı. Bugün burada elə bir qonağımız var ki, onun mahnıları kimisə uşaqlıq illərinə, kimisə yeniyetməlik çağlarına, kimisə gəncliyinə aparacaq. Mən şəxsən o insanın, o sənətçinin musiqilərinə qulaq asanda uşaqlığımı yadıma salıram və müəyyən bir xatirələr beynimdə formalaşır. Bəli, Türkiyəyə gedib gəlməkdən təyyarədəki bələdçilərlə dost olan, Respublikamızın bahar çiçəyi, çox istedadlı insan, gözəl xanım İradə xanım İbrahimova. Nəhayət ki, İradə xanım gəldik. İradə xanım, xoş gəldiniz. Teşekkür ederim. Nə yaxşı ki, Hamınız sağ olun. gəldiniz. Çok sağ olun. Hamınızı salamlayıram. Çok güzel üzler, gözler görürəm burada. Hamınızı salamlayıram. İradə xanım nəyə görə gecikdi mən deyim? Təyyarə bir saat əvvəl düşdü Bakıya. Türkiyədən birbaşa. Yalanım bu qədər də. İradə Mən niyə xanım hər şeyə etiraz edirəm? belə Niyə beləyəm ki? Nə bilim. Bugün kapris göstərəm, əməli başlı. Doğrudan. İradə xanım Qoç bürcü işə keçibdi. Mən də Qoç bürcüyəm. Ha, Bəli, biz olmadı ki. bir-birimizi çox yaxşı başa Mən düşürük. durum çıxım gedim. Əli xanım. Yox. Ya otur. Bir şey Əli xanım. itiraf edəcəm. Bilmirəm burada ciddi mi qəbul eləyim, yoxsa zarafat mı danışılanları? Belə aradayam. Zarafat bir yana. Gəl indi qaldım arada. İlham, Neysə. necə başa İnşallah düşürsünüz? işin içindən çıxacağam bir şəkildə. O heç. Mən istəyərdim ki, verilişimizin qayda qanunu ilə sizi tanış edeyim. Böyük məmnuniyyətlə. Sizə bu gənclər suallar verəcək. Siz o suallara cavab verəcəksiniz. Və verilişimizin sonunda əgər bizim gənclər düşünsə ki, İradə xanımın verdiyi cavablar qeyri-səmimi idi, qırmızı işarələri qaldırırlar. Əgər desələr ki, yox, səmimi idi, onda göy işarələri qaldırırlar. Göy işarələr çox olsa, hesabı mənə Nicat ödəyir, bütün masaların hesabını. Yox, əgər qırmızılar çox olsa, İradə xanım, siz ödəməyə məcburiyyətindəsiniz. Bəli, xahiş edirəm 50-60 min TL hindidən qoyun qırağa. Bəli. TL bir də. Və ən əsası, əgər hansısa suala cavab vermək istəməsəz, həmin masanın hesabını bağlamalısınız. Bəli, deyirsiniz ki, mən Mən bu sizin suala cavab vermirəm, amma masanın hesabını Bir bağlayıram. problem yoxdur. indiyənə kimi ən çox nə qədər hesab ödəmisiniz? Yadınızda qalıb? Yadımda rəqəm. qalıb və o verdiyim hesabı da həyatım boyunca unutmayacağam. O mənə dağ çəkib.
Vay, vay, vay. İnan ki hələ də belə o ödədiyim hesabın arxasında gözüm qalıb. Harda olub bu? Azərbaycanda yoxsa Yox, Türkiyədə? İstanbulda olubdu. İstanbulda. Açıqlamayayım da bu hara ödəmişəm onu. Bir restoranda ödəmişəm. Hə, restoranda. Özüm ödəmişəm şəxsən. Rəqəmləri açıqlayın. Yəni rəqəm də çox idi. O vaxta görə çox idi, başa düşürsüz bu. 2015. Bax indi yadıma düşdü. 10 il əvvəl, 11 il əvvəl. Bəli. Aman Allahım, hələ də o ağlıma gəldikcə deyirəm ki, yəni Komandanı aparmışdınız ora. Bəli, Mən orada belə başa düşdüm bir- ki, klipdə iştirak edən, klipdə klipi çəkən. iştirak edən deyil. Oradakı İstanbuldakı radyo DJ-lərini, radyonun önəmli insanları kimdirsə onları, sonra televiziyada orada işləyənləri hamısını aparmışdım. Özümlə tanışdıq bir şeyinə getmişdik biz. Görək hərəsə bir dənə dönər sifariş Mah- verərik. mah- Viziya ordusu. Hə, mahnımı orada onları bir cəzb etmək üçün də İradə İbrahimova gəlib burada belə bir müğənni var və belə bir mahnı çıxardıbdı. Neçə nəfər idi? Bax, xahiş Bir dənə edirəm. önəmli bir məqam vardı. Sözünüzü kəsirəm. Buyur. O restoranın çıxışında Cem Yılmazla tanış olduk. Aa, Cem Yılmaz qismət. çıxdı və mən neyləyək alınmadı mahnımı belə Bəli, filmdə ona ifa elədi. Özkan Bəy, Allah rəhmət eləsin, o oradaydı. Ozan Güvən oradaydı. Hamısı düşünebilirsiniz, maşından çıxdılar və başladılar. Aa, İradə sənsən, bu mahnını sən oxumusan deyib mənə şəkil çəkdirdilər. Filmdə ən tutarlı yeri olub da bilirsiniz də. Bəli, bəli. Doğrudan Və da o o, ya. bizim o görüşdən sonra məyərsə onlar hazırlaşırmış o mahnını Yedi Cüceler filmində oxumağa. Ayrılabilmir güle güle neyle kalınmadı. Baxın, Deməli- o gündən sonra mənə xatirə qalan sadəcə buydu. Məncə o restoran çox bahalı restorandır. Çox, Orada çox. Cem Yılmaz da olub. Siz də getmisinizsə. Hə, rəqəm. Onları bildik. Rəqəmi deyə bilmərəm, rəqəmin də xatırlamıram. min? Niyə yalan danışım? TL ilə biz hesablayırıq. Yəni əslində Mənim telefon bana yo deyə bilmərəm indi. Onu yadımdan çıxıbdı. 5000 manat. 5000 manat deyil. Orada Daha hardasa 15-20 nəfər insan var idi. Daha çox. Bəli, bəli. Çox böyük bir pul xərcləmişdim orada. Nəysə. Mən çox üzr istəyirəm. Bilənlər Estağfurullah. bilir, İradə xanım istəyirəm sizdə biləsiz bir məlumatı verim. Aktyorluq birisi də mənim ikinci sənətimdir. də, Əlixan yaxşı bilir. Birinci sənətim odur ki, peşəm odur ki, onun bunun pulunu sayıram. Nə gözəl. Bəli. Və mənim məlumatıma görə Cem Yılmaz bu filmdən 20 milyon pul qazandı. O puldan sizə nəsə ödəniş elədi? Yox, mən eləmiyim. Heç O Vaqif bir- müəllim eləyibdi. Mən etibə müəllimdir ki. Hə, Vaqif müəllim. Mən müəllifi Eləyib deyiləm axı. Vaqif Mən müəllim. ifaçıyam və qanunlara Bəli, bəstəkar görə odur, düzdür. qanunlara görə 3 ildən sonra bəstəkar öz mahnısını istədiyi ifaçıya, istədiyi zaman, istədiyi məbləğdə sata bilər. Yəni pul verib də ödəniş eləyib. Təbii ki, Təbii ki, təbii bəli. ki. Salam hər birinizə xoş günlər, xoş gəlmisiniz. Sağ Adım olun. Qafardır. Xoş gəldiniz Qafar. İradə xanım, bir çox sənətçi ölkədən kənara çıxıb orada fəaliyyət göstərməyə çalışsa da, uğur qazana bilməyib geri dönüb. Bəs siz niyə imkanlarınızın geniş olmasına baxmayaraq orada uğur qazana bilmədiniz? Mən İstanbula ailə qurmaq üçün getdim. Ailə qurdum, köçdüm ora. Yəni mənim orada sənətimi davam etdirim fikrim yox idi. Mən ora getdim və bütün gücümü, bütün o necə deyirlər, hər şeyimi övladlarıma, ailəmə həsr etdim. Orada elə bir çox təkliflər də gəldi mənə. Mən o təkliflərin hamısını geri çevirdim. Niyə? Çünki mən ailəmlə, övladlarımla bərabər olmaq istədim. Mən yarımçıq qalan əslində mahnılar deyildi. Sevincim də biraz yarımçıq idi. Yəni orada o fürsət var idi. Ona baxmayaraq mən ona arxa çevirdim. Onun böyüklüyü, balacalığı, yaraşar, yaraşmaz, mən orada oxuyardımmı, oxumazdım. Bunlar hamısı artıq başqa bir mövzudur. Biraz öncə də sizə Bəli, dedim. Mənə danışdıq, təklif olan işlərdən bəhs edirəm. Hətta ikinci övladımın dünyaya gəlməyini bizim evdə müzakirə oldu yoldaşımla. Yəni şey dedi, sən baxacaqsan, sən bütün əziyyət sənin üstündədir. Bu övladı dünyaya gətirmə, bunlar üçün əsən sənsən. Yəni mən atayam, səhər gedirəm, axşam gəlirəm. Sən düşün, sən qərar ver dedi, ikincini istəyirsənmi? Belə evimizin içində müzakirə olunub. Yəni mən o qədər onlara verirəm ki, hər şeyimi, bütün gücümü son damlasına qədər onlara xərcləyirəm. Səhnə yadıma düşmürdü. Müğənnilik yadıma düşmürdü. Mahnılarım, sevənlərim, yəni mən oradaydım bütün hər şeyimlə. Və orada xoşbəxt olduğum üçün. Bitdi Nə bu gözəl. qədər. Əla. Qane etdi sizi. Bəli, minnətdaram, çox gözəl cavab idi. Siz tez-tez səyahət edirsiniz. Türkiyəyə demək olar ki, ayda bir dəfə gedib gəlirsiniz. Ayda, bəli, yəni ayda deyəndə 3 ki, aydan oradayam. bir. Hara?
Yo, yəni oradayam. Sağ olun. Tez-tez gedib gəlirsiniz. Evim oradadır. Hə, İradə xanım bizneslə uçursunuz yoxsa ekonomla? Biznesdən uçuram. Biznesdən Heç uçursunuz? vaxt ekonomdan uçmadım. Onda sizə doğma olan bir şey təklif etmək istəyərdim. Bizim baş sponsorumuz olan Unibankdan kart var. Zəhmət olmasa gəlsin. Nə kartıdır? Biznes verəcək mənə? Baxın, İradə xanım. Baxsan. Bəli, bəli. Baş görənlər, necə Bir də- sən belə şeylərə daha yaxşısan. Hə, mən artıq bilirəm oradan var. Burada olan kart premium kartdır. Vay. Və misal üçün ekonomdan bilet almısınız. Bəli. Amması nədir? Bu kartın sahibləri nə edir? Bu kartı göstərəndən sonra hansısa səyahətiniz olacaq Bakıdan İstanbula. Bakıdan hava limanına bir dənə transfer gələcək, sizə aparacaq. Vay, nə gözəl. Orada heç bir növbə gözləmədən keçəcəksiniz. Sonra Nə gözəl. lounge keylərdə oturacaqsınız. Wi-Fi, internet, bütün lüksu yaşayırsınız. Bütün bu imtiyazlardan yararlanmaq üçün minimal aylıq dövriyyə tələbi yoxdur. Çünki bu Nə gözəl. premium kartdır və sizin kartınızdır. Allah, təşəkkür edirəm. Çox sağ olun hədiyyənizə görə. Təşəkkürlər Unibank. Buyurun, xoş gəldiniz. Salam İradə xanım, xoş Ay, gəlmisiniz. salam. İradə xanım, demisiniz ki, Azərbaycanda qalsaydım, yenə də sənətdən uzaqlaşacaqdım. Çünki artıq sosial media dövrü başladı və klonlara yol açıldı. Klonlar dedikdə kimləri konkret nəzərdə tutursunuz? Klon demişəm. Demişəm elə. Yəqin 100% qarşınıza çıxıb. Yaxşı cümlə olmayıbdı. Böyük ehtimalla şey demək istəmişəm. Yəni daha çox bağıran, çağıran bir özünü göstərmək üçün hər şeyini ortaya qoyub səsini yüksəldən o təbəqə deyim də, yəni sənətin olmadığından bəhs edirəm. Sənət yoxdur o işin içində. Təbii ki, sənət olsa mən əsla onunla bağlı belə bir cümlə qurmaram. Böyük ehtimalla onları nəzərdə tutmuşam. Amma kənara çəkilməklə bağlı, bəli, onu etiraf edirəm. Mən burada da olsaydım, mütləq bir şəkildə kənara çəkiləcəkdim. 2009-dan sonra sosial mediada baş verənlər mənim üçün bir kaos kimi görünürdü və mən onun içinə girib orada savaşa biləcəyim bir durum yox idi. O ortamda savaşmağı bilmirəm mən. Mən orada mən yəqin ki udardılar. Başa düşdünüz necə? Nə qədər də bu sənətdə mahnılar oxumuşam, gözəl sevilən repertuarım var. Boş dolaşmamışam da kanalları belə deyim. Amma ona baxmayaraq dediyim kimi mən orada baş edə bilməzdim. İradə xanım, amma bayağı musiqilər və ifaçılar həmişə olub. Baxın 2009-dan əvvəl də olublar. Olub, amma o periyod biraz başqa bir periyod idi. Hətta dünənə qədər deyim sizə. İndi nəfəs almağa başlamışıq. Yəqin ki, özünüz nə demək istədiyimi başa düşürsünüz. Amma bunun da günahını sosial mediaya atmaq olmaz da, yox. Sosial medianın günahı dendi ki, orada sərbəstlik olduğu üçün, orada azadlıq, Senzura yox. senzura olmadığı üçün, bir çərçivə olmadığı üçün normal olaraq dəlisi də, ağıllısı da hamısı oradadır. Analısı da, atalısı da, onlarsız da, yetimi də, nə bilim, hamı oradadır. Yəni başa düşdünüz, ona görə orada bir dur ay bala, sən neyinirsən, bura sənin böyüyün yoxdurmu? Deyən yoxdur orada. Amma sosial medianın üstünə də ata bilmərik hər şeyi. Bir şeyi çox da bilirəm ki, artıq bunu biz necə özümə də dəqiqləşdirdim. İnsan çərçivədə saxlanılmalıdır. Qadağalar olmalıdır insan üçün. Bu mənim üçün də keçərlidir. Yəni düşünsənizə, mən utanmasam, mən necə deyim, mənim yoldaşım ya da ətrafımdakı insanlar, anam, atam deməsəm, mən nələr eləyərəm. Ona görə insan çərçivədə olmağı, insan tərəzidə tuta bilməyi mütləq bir şəkildə bilməlidir. Dur deyə bilməlidir özünə bir şəkildə. Bu anasından olar, atasından, yoldaşı ilə, qardaşı ilə. Qadın üçün keçərli deyil, ya sadəcə kişilər üçün də. Siz bir çox sirri açdınız. Bəli. Və mən istəyərdim ki, gözəlliyin də sirrini açasınız. Siz nə ilə qidalanırsınız ki, biz də bilək ki, Doğru, o İradə xanım nədir? illərdir necə var elədir. Necə? Yox, deyəxsin, deyəxsin. Yox, Elə deyil. doğrudan o fit deyirlərdi ona. İndi necə? Yox, insan düzü. Qida nədir? Qida nədir? Ay Allah, hansından başlayım? Gündə 2 dəfə qidalanıram. Salatsız əsla əlimi nə ətə, nə toyuğa, nə balığa Salatın atmıram. tərkibində nələr var? Salatın tərkibində yaşıl olan nə varsa, hamısı xırda-xırda doğranır. Zeytun yaşıl var olan orada. nə varsa. Zeytun yağı, sirkə, limon. Zeytun da yeyirsiniz də, zeytun. Yağını bildim istifadə edirsiniz. Mütləq şəkildə zeytunun bizim yeməklərimizin evimizdə şahıdır. O Biz nədir? sizi Azərbaycanın zeytunu ilə tanış eləyəcəyik. Zəhmət Bəli. olmasa Azərbaycanın 1-ə 10
Zeytunlar, Bəli, zeytunun əzməsi, zeytunun Mürəbbəsi. yağı, mürəbbəsi, hətta sabunu var, zeytuna aid zeytun burada səbəti. hər şey var. Hə, bu məhsullar Azərbaycanda Abşeronda Ben size bir hazırlanır. söz diyeyim. Zeytunu evinizden eski etmeyin yağını. İnsan ömrünü uzadan yağı da, özü de yani o her şeyini istifade edin evinizden. Hanımlarımız onsuz da bilirler. Mətbəximizin böyle baş köşesinde olsun. Biz isə Zirə Olivsə təşəkkür edirik. Təşəkkürlər Zirə Oliv. Mən özüm tələbəyəm, belə istedadım şeir ifa eləməkdir. Çox maraqlı Şeiriyyatla fakturası çox var məşğul qardaşım. oluram. Çok yaraşıklıdır. İxtisasınız nədir? Tertemiz. İxtisasım mühəndislikdir. Əslində biraz əlaqəsizdir. Nə gözəl, hə. Niye Ama- əlaqəsizdir? Yo, hamımızın içinde bir sənət, hamımız romantik, hamımızın Bəli, çox gözəl geyim Təbii tərzi ki. var qardaşım. Bəli. geyimi, üzü, gözü Bəli, çok bəli. güzel Sizinlə yetiştirilir bence. bir müddət əvvəl elə marafonda rastlaşmışdıq. Doğrudan ne güzel. Nə gözəl. İndi Əla. demək istəyirəm ki, yenə bu şəhərdə üz-üzə gəldik. Neyləyək? Ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik. Bəlkə də xoşbəxtdik. Xəbərimiz yox. Ay ne güzel. Xahiş edirəm, bizim şeir Allah monopoliyasına yolunu açıq Rəşad eləsin. Nağı Mustafa baxır, bizim senaristimiz. Bu kimin şeiridir? Gələr Ramiz söylər, Rövşənin aləm ayrılıq. bilmir. Ramiz Rövşən. Bəli, bəli, Ramiz Oo. Rövşən. Nə gözəl. Sual yoxdur. Bəs sualınız nədən Sualı ibarətdir? var. Sualım isə belədir. O vaxtlar Namiq Qaraçuxurludan duet təklifi gəldiyi zaman qəbul etməmisiniz. Sonra bu duet başqa ifaçı ilə populyarlaşdıqdan sonra peşman olmusunuz. İndi isə Namiq bəy duet təklif edərsə razılaşaram demisiniz. Məşhurluğunuzun pik dövründə bu duetə ehtiyacınız yox idisə, bəs indi duet oxumaq istədiyiniz dediyinizə görə ehtiyacınız var? Suala cevap vermeyeceğim. Verməyəcəksən. Üzülürüm, Çok üzülürüm. Xahiş edirəm, hansı masadır? Hansı masadır? Harda əyləşmirsən? Masanızın hesabını İrada xanım artıq ödəyəcək. Yani bu başka bir şekilde mənə gelseydi, bu sual adsız şekilde gelseydi ben buna cevap verirdim. Ama o adın artık o çok gereksiz bir şey oldu ve ben böyük səhv ettiğimi düşündüm. Onu gündeme getirməklə. Gereksiz bir şeydi. Ona göre istemiyorum. İrada xanım, Zəhmət olmasa siz əyləşin. O masanın hesabı... yox, bir də ödəyən də o. Yəqin ki səhv başa düşmədiniz də məni. Yox, bu normaldır. Bu qayda Əli xanım, qanundur. bir dənə tələsmə. Hə. İrada xanım, 50 manat Əli verin, o sualın cavabını versin. Bir də əziyyət çəkib hesab verməyin. Mən pulsuz da cavab verərəm. Doğrudan. Səni yoxlayırdım Əli xan. Var ol Əli xan, göstərəcək ürəkli oğlandı. Xahiş edirəm. Kart da var. Post terminalımız gəlsin İradə xanım. Bəli, o masanın hesabını ödəyir. Ama siz mənə böyle dememiştiniz. Necə demişdi? Hesabı ödeyeceksiniz zaten dememiştiniz. Ödə bilmək. Yo, bir dəqiqə. Biz belə idi İradə xanım. Tora düştüm. Bizim baş sponsorumuz Unibank'ın post terminalı gəlir. Alqışlarla. İradə xanım. En sevdiğimiz an. Bəli, Dadam. bəli. Vay, vay, vay. Den den. Nə gözəl səs. Verilişimizin bu anında xüsusi sponsorumuz var. O çok olsun. Bəli, Naxçıvan dağlarının suyundan hazırlanmış Evin biz de çekti onda. buz kola, milli kola, öz kolamız. Alqışlarla. Aşk ve his edadın serinlik gelir her nefeste. Buz gibi dadı her kurtumda yeni hayatım. Seç bu anı serinleştir her zamanı. Bunun şəkəri normada, qazı normada. Doğrudan. Doğrudan milli kolamız, buz kolamız çox yaxşı. Doğrudan da keyfiyyətli, yaxşıdırsa Nə biz gözəl. onu ürəklə reklam edirik. Bəli. Bizim bir dənə rubrikamız var İradə xanım. Hə, Çox zümzümə bəyənəcəksiniz. Deməli, gənclər çıxır, zümzümə eləyirlər. Biz də tapmalıyıq ki, hansı mahnıda, hansı musiqidir. Zəhmət olmasa cəzaları gətirsinlər. Hə, bizim rubrikamızın mən cəzaları niyə çox cəzalıyam? pisdir. Yəni necə pisdir? Mən Çox- niyə Sirkəmiz cəzalıyam? Hər var adam burada dözəmir. Sirkə içəcəksiniz, nə və bilim orada. duzlu tort. Niye? Yani ben tapa bilmezsem. Bəli. Buyursun. Hemen başta işe düşmüşüm. Aha. Necə mənim əsəblərimlə oynayır? Mən bunu neyniyim?
Yaxşı çıxmaz Vallahi ben efirdir. de əsəbləşdim, ne yalan söyleyeyim. Əli bəyəxəyə çıxım. Ben de əsəbləşdim. Sənin ürəyin çəkilsin, bildin? Səni görüm Matinada olasan, bütün günü, hər gün illərlə orada qalasan. Səni görüm sənətdən ayrı qalasan. Gülə bilməz gülüm bahar sensiz. Bəh, deyən, Kənan, gel otur orada. Ürəyim o tutup yanar, yanar sensiz. Güle bilmez gülüm, gülüm, bahar sensiz. Yüreğim o tutup yanar, yanar sensiz. Gülüm sensiz. Bravo! Yüreğim artık patladı mı bakıyorum ya. Sən Mahmud yeni partladın mı? Bəs nə oldu belə elə tez ol? Biraz belə. Öyle zümzüm eləyərlər. Ucadan da. Necət göstər də zümzümə necə eləyirlər, qurban olum. Bax belə olmalıdır. Bilirəm. Yox, indi mən elədiyimi eləməyim, mahnı belə. Nə mahnıdır? O Afrikada qaralar olur, belə gəlirlər bir-birləsin. Hamamda sabunlanmırsan, Bir dənə tez belə orada deyim qaydı. Bir bahardır, bir de sen. Size olan sevgim bir ihtiyardır. Kalbimizde, ruhumuzda. Yaxşı ki dünyada sevgi vardır. Bir bahardır. Bəli. Doğrudan, da harmonist tapdı. Çox çətin mahnıdır ya bu. Doğrudan, yəni o elədiyi zümzümə ilə çox çətin. Yo, yaxşı elədi. Halal oldu. Teşekkür edirəm. Gözəl zümzümə idi. İç İradə xanımın xətrinə. Ay yox, əziyyət çəkir. Yox, iç. Gəl sən iç. Yox, sən iç. Bu sirkədir. Gəl sən iç. Sirkə o xahiş qədər edirəm, sən içməyin də mədəniz yanar. Ona görə mən Bir təklif qaşıq. edirəm 50-50-yə. 50-50-yə. Gətirim bir dənə rumka qardaşıma. İradə xanım, indiyə mədə qalar. Burada biz nə qədər uzmuşuq biz bu cəzaları istifadə eləmişik, bəli. Mən qıymıram. Qıymırsızsa onda Kənan içsin. Kənan. Hamısını içmə Kenan. Yazıqsan. Kənan, Bunu mən itsəm, məni itirərsiniz. Mən olmaram. Kənan, Yo, biz yo, artıq biz- səni itirmişik. O heç. Məqsədimiz də odur ki, səni itirək vapşey. Amma axıra kimi iç. Bunu İradə xanımın xətrinə içirsən. Mənim boğazlarım sizə qurbandır. Bu cücdür, bu dəlidir, bu nədir bu? Ay Kənan, Boğaz- deyirlər Hamısını ki, içmə. sirkədən sonra səs dəyişir. Bir dənə iç, baxaq da Mənim görək nə olur. boğazlarım yox, boğazım. Mənim böyrəklərim deyə bilərsən, qulaqlarım deyə bilərsən. Kənan! Hadi! Selam! Aparın! Şanamı təcili tibbi yardıma gətirirlər. Bu dünyanı sensiz neylərəm, Ümidimi gecə neylərəm, söylərəm. Hər zaman yayallarımda görüşdük. İndi yuxumlarda gəlmirsən nədən? Bəli. Odur. Burada nəsə var ya, xan, mən doğrudan şübhələnirəm ha. Necə ola bilər bu? Mən Quruyub bildim, bəli, mən xan. yeyirəm. Nəyə baxırsan? Fala Rada xanım, baxırsan. hər şey başa düşdüm. Yedizdir dizdə, içizdir dizdə. Çox sağ ol. Pis işlə məşğul deyiləm ki. Yo, nə danışırsınız? Yox, əslində biz burada həmişə udurduq. Tuzlu topdur da, Çox vaxt elə gündə olur. yediyimiz. Doğrudan deyirsən. Doğrudan deyirəm, bütün cəzaları biz yedik. Halaldır, nə bilim. Teşekkür edirəm. Mən sizə təşəkkür edirəm. Sağ olun, var olun. Ceyhun, yaxşısan, nə olub? Bəlkə bir dənə stop eləyək. Ceyhun,
Nə olub? Nəsə narahatam. Bir də dönər yedim bayaq, köpmüşəm deyəsən. Bir dənə stop eləyək də. Yox da belə şeyə görə stop eləməyə ehtiyac yoxdur. Sənin dərmanın məndədir. Linux Forte. Linux Forte təkcə köpdə yox, bağırsaqda yaranan bir çox problemlərin həllidir. Tərkibində olan faydalı bakteriyalar bağırsağın mikroflorasını balanslaşdırır, köp və şişkinlik hissini aradan qaldırır. Ən məsləhətlisi antibiotik qəbul edənlər üçün çox faydalıdır, çünki Avropa keyfiyyətlidir. Təşəkkürlər Linux Forte. Salamlayıram sizi, xoş gəlmisiniz. Təşəkkür edirəm. İradə xanım, oxuduğunuz bütün mahnıların həm sözləri, həm musiqisi yüksək peşəkarlıqla ərsəyə gəlmiş sənət nümunələridir. Pis Təşəkkür mahnısı edirəm. olmayan, demək olar bütün mahnıları hitə çevrilən nadir ifaçılardansınız. Nə xoş mənə. Sizi sevən biri olaraq məni bir şey narahat edir. Bundan sonraki fəaliyyətinizdə kommersiya məqsədi ilə bayağı mahnılar oxumayacaqsınız ki? Yəni bayağı varsa bir işin içində, mən oradan uzaq, hər zaman uzaq durmağa çalışmışam. Orada gəlir olaraq milyonlar belə olsa, əsla, əsla. Yəni özümə yaraşdırmadığım heç bir yerdə yoxam. Bu musiqi təbii ki, bunların ən önündə gələnlərdən biridir. Bu qayda qanun mənim özüm üçün sənətə gəldiyim ilk gündən qoyduğum bir qayda qanundur. Əsla da imza atmaram elə bir işin altına. Yox, qətiyyən. Elə olub, hansısa bizim bəstəkarlar Azərbaycandan mahnı atıblar falan, baxın, qulaq asmışsınız, görmüsünüz. Təbii ki. Doğrudan da bu bayağı dedim, siz mənlik deyil. Yox, mən çalışdığım heç bir bəstəkar bayağı deyil. Mənə amma hal-hazırda tanımadığım çox bəstəkarlar, Tanımadığınızı deyirəm, bəli. bəstəkarlar da deyə bilmirəm. Süni intellektlərlə olunan çox, yəni saysız hesabsız mahnılar göndərirlər. Təbii ki, aralarında mənim tərzim olmayan mahnılar da Daha çoxdur. çox var. Çox var. Hətta belə deyim sizə, yəni mahnı deyə bilməyəcəyim qədər bəyənmədiyim mahnılar var, yəni. Mahnı deyə bilmirəm onlara. Yəni mən sizə bir söz deyəcəm. Mənim repertuarımda soyuducunu doldurmaq üçün deyil, qarşı tərəfin ümidi var mahnısı ilə bağlı. Amma mən o ümidi qırmamaq üçün mahnıda da biri var ki, tamamən mənim repertuarım, mən deyiləm o abu-hava, o obraz mən deyiləm. Bir də var ki, nəsə məndə var məsələn, o mahnıda məndə var. İfa etdiyim mahnılar var elə. Məsələn, birinin adını deyə bilərəm, sevgi mesajı. Ümidlə bax sabahına gülümsə, sevincini insanlarla bölərsən. Uzadıram əllərimi mən sənə, söylə əllərimdən tuta bilərsən. Yəqin ki, bildiniz. Bilməyənlər də məncə qulaq. Hə, bu arada bu mahnını da məndən sonra Ayaz Babayev oxudu. Çox sevirəm onu, buradan da salamlayıram. Qane nədir? Aha, bəli. Sağ olun. Çox sağ olun. Xanım, xoş gəlmişsiniz. Buyurun, xoş Salam. gəldiniz. Xoş gəlmisiniz. Sağ olun, siz də xoş gəldiniz. Mən Jalə Rəhimova. İradə xanım, bahar çiçəyini itirən kimi yaşananlar necə o qədər gözəl oldu ki, sev məni belə dediyiniz adama sonradan de hardasan demək məcburiyyətində qaldınız. Mən artıq buradaydım, de hardasan deyirdim ona. Çünki biz daha o ərəfədəydik. Ona görə arada sırada bəzən son qərar da oxudum, bəzən de hardasan da dedim. Bunlar hamısı insanın həyatının, duyğularının bir parçasıdır əslində. İnsanın bütün oxuduğum mahnılar, Qəmqalası da məsələn mənim mahnımdır, amma onu mən oxuyanda 20 yaşındaydım. Mənə baxan deyirdi ki, Qəmqalası oxuyub, sən nə yaşamısan həyatında? Bütün bunlar hamısı sonradan artıq sizin həyatınızın bir parçası olur. Necə ki, mən hiss etmişəm, oxumuşam və sizin artıq məndən çıxıb sizinki də olub. Duyğu dəyişimlərini, hisslərin dalğasını mən də yaşamışam. Son qərar da vermişəm, sonradan demişəm, de hardasan. Sonra yaşananlar çox gözəl demişəm, sonra Nigaranam gəldi demişəm. Ondan sonra kimdir günahkar da demişəm, sev məni belə demişəm, sevdiyini bəyənməmişəm. Ondan sonra yəni demişəm də demişəm. Hətta bu dünyanı sənsiz neylərəm də demişəm. Demişəm də demişəm. İradə xanım, bəs bu mahnılardan hansını həyat yoldaşınıza həsr eləmisiniz? Heç birini əslində oxuyanda kiməsə bunu həsr eləməmişəm. Oxumuşam, hətta oxuyandan sonra demişəm, ay Allah, bax bu cümləsində mən varam. Məyərsə özüm üçün oxumuşam
dediyim də olub. Yəni o an elə bir düzdür sözlər mənim üçün həmişə çox önəmli olub. Sözlərinə hər zaman diqqət etmişəm musiqisinə etdiyim kimi. Amma mən bunu konkret alıb biri üçün oxuyum, olmuyor. Belə. Bəli. Bəli. Təşəkkürlər. Qalilədir. Cem Yılmazı çox istəyirsiniz yoxsa məni? O, təbii ki səni. Sən də xanım, mən gedirəm. Xahiş edirəm bunu yayımlayın. Cem Yılmaz da görsün bunu. Bəli, bəli. Görsən? Eyni. Mənə indi redaktorlar məlumat veriblər ki, sənin müalicəvin tam pulu yığıldı. Nicat gedir. Nicat, avtobus ayrıblar sənə, verilişdən sonra minirsən və saç əkdirəcəklər Nicata. Bu gözəl təamları İradə xanım yeyə bilərsiniz. Bax burada nə gözəl meyvə, krevetlər falan hər şey var. Hər şey çox gözəl. Bu yeməklərə görə, gözəl təamlara görə, xoş dada görə, mən bu atmosferə görə, bizə şərait yaratdığına görə Irish Pub Bay Hollywood öz təşəkkürümü bildirirəm. Sağ olun. Xoş gəlmişsən qardaşım. Qalmalı deyir verin. İradə xanım. Yox, bir dənə deyən, deyəm, meyxana zat demirsən bunu. Qafiyə tutmursan, bir dənə deyən. İradə xanım. İradə xanım. Çox gözəl udarın yanım. Köynəyi hardan almışsınız, Sarıçıqanı? Sifarişlə gəlib. Çox gözəldir. Yanaşıb, əladır. Reski girmə qorxuruq burada. Yavaş-yavaş. Buyurun. İradə xanım. Elə bir qonşunu çağırır. Çıxıb eyvana. İradə xanım, duz olmaz siz də artıq yeməyi pişirirəm. Buyur. Məndə bir fərqli sualdır. İradə xanım, niyə qayıtdınız? Niyə qayıtdım? Bəli. Qısa. Sual bu qədər. Bu qədər. İradə xanım, niyə qayıtdınız? O, nə maraqlı. Ha, nə gözəl sualdır. Gözəl Əslində sualdır. o çox geniş bir sualdır. Yarımçıq qalan işimi tamamlamaya qayıtdım. Yarımçıq işimi tamamlamağa. Bəli. Ey İradə xanım, sizə o qədər ehtiyac var ki. Oxuduğum mahnıların bir çoxunun bəlkə də bir 6-7 il ömrü var. İndi oxuyuram onları. İndi onlara can verirəm. Bəli. 6-7 il əvvəl Bəli, onlar bəstələnib. bəstələnib. Məni İndi gözləyir oxuyacaqsınız. o mahnılar və mən onları hamısını indi yavaş-yavaş oxuyub tamaşaçıları ilə görüşdürürəm. Yəni bu mənim üçün mənim missiyamdır. Yəni bunu mən etməliydim və onları edərkən də sevildiyimi hiss etdiyim üçün də qayıtdım. Mən çıxanda insanlar bu da nə oxuyub, nə oxuyur ki? Bir dənə də mahnısı yoxdur qulaq asdığımız ya da bildiyimiz. Bu niyə gəlib deyilmədi mənim haqqımda? Yeni nəsil belə olsa, mənim mahnılarım artıq onlar dillər əzbəri olduğu üçün də mən təkrardan gəldim. Amma gəlib yenə o mahnıları ifa edirəm təbii ki, istədikləri üçün, hamının istəyi. Amma mən çalışıram ki, yeni mahnılar da oxuyum. Yeni məndən sonra qoyacağım, seviləcək mahnılar da qalsın xatirələrdə, yaddaşlarda. Çalışıram ki, mahnı axtarım tapım. Bu çox asan kimi görünə bilər. Çox çətindir bu dəqiqə, Çox çətindir. hal-hazırda. Bunu siz bilmirsiniz bizim mətbəximizi. Amma mahnı seçmək, mahnını seçdikdən sonra ifası bunlar bəlkə daha asandır sevdirməkdən. Sevdirə bilmək çətindir bunlar. Ona görə də o yarım qalan işlərimi sona çatdırıb ondan sonra vaxtı zamanı gələndə səhnə mənlə vedalaşmadan mən səhnə ilə vedalaşacağam. Sizi qane etdi cavab. Sual tam qane elədi. Sonda deyə bilərəm ki, xoş gəlmisiniz. Ay, təşəkkür edirəm. Sağ ol. Zəhmət olmasa özünüzü təqdim eləyin. Hardan gəlmisiniz? Salam, Hər birinizi salamlayıram. Tamaşaçılarımızı da salamlayıram. Ələxüsus İradə xanıma. Təşəkkür edirəm. Xoş gəldiniz siz də. Adım Fərqanə Həsənli. Özüm Azərbaycan səsi layihəsinin 4+1 finalçısıyam. Nasbəri xanımın tələbəsiyəm. Oy, nə gözəl. Çox üzr istəyirəm. Ay Bəs maşallah. İradə xanımın mahnısını bilirsiniz? Hansısa bir Bəli, bilirəm, Bilirsiniz? amma Nasbəri xanıma təbii da ki, onu kimi salamlar. oxuya bilmərəm, amma... ifa eləyə bilərsiniz? İcazə ver bir baxım, olum sənə daha yaxın. İcazə ver bir baxım, baxmaq günah deyil axı. Kirpiklərdən süzülən yaşlar belə gözəl axır. Gözlərində həyəcan, baxışında hərarət var. İradə xanım, bir fikir bildirin də xahişim. Xanımın tembru hansısa bizim Elə Nasbəri İfası. xanımın avazı gəldi. Nasbəri. Əladır, əladır. Təşəkkürlər edirəm, minnətdaram hər birinizə.
Kənan bax, öyrən. Buyuruz, sualınız Biraz var. həyəcanlıyam, üzrlü bilin. İradə xanım, kənardan baxanda şəxsi həyatınızda və sənətinizdə hər şeyin qaydasında olduğu görsənir. Ailəni sənətə ailəyə qurban vermədən uğur qazanmaq əgər mümkündürsə, bəs nəyə görə hələ də belə bir düşüncə var ki, sənətçi mütləq qurban verməlidir? Sənət qurban tələb edir. Bu artıq məncə bu bir deyimdir ya da atalar sözüdür. Bu həqiqətdir. Mən hal-hazırda burada sizin önünüzdəyəm, amma mənə ehtiyacı olan övladlarım var. Bəli. Nə qədər də onlar, biz artıq böyüdük, sən işinin başına keçə bilərsən desələr belə, mən bilirəm ki, onlar 40 yaşlarına da gəlsələr, mənim üçün həmişə mənim körpələrimdir. Mən bilirəm ki, onların mənə ehtiyacı var. Hətta mənim də onlara ehtiyacım var. Siz istəsəniz də, istəməsəniz də bu fədakarlığı etmək məcburiyyətindəsiniz. Ona görə sənət qurban tələb edir. Yəni %100 sənətinin yanında olum desən, hər şeyinlə bütün hamını məmnun edim desəniz, bu tərəf ac qalacaq. Yəni Bəli. sevgiyə, necə deyim sizə, diqqətə ac qalacaq. Ona görə o doğrudur. Yəni siz mən buradayam, ikisi də %100 yolundadır demək mənasına gəlmir. Təşəkkür edirəm, minnətdaram. Qane elədi xanım. Bəli. Sağ olun, alqışlar. Sağ olun, var olun. İradə xanım, sizə hədiyəmiz var. Bizim xüsusi sponsorumuz olan Halal Neymət Min Bərəkətdən gözəl səbətdə hədiyəmiz var. Xahiş edirəm, alqışlarla səbətimiz gəlsin. Necə ki, mahnının ən yadda qalan hissəsi onun nəqarəti olur. Eləcə də bəzi brendlər öz etibarı ilə yadda qalırlar. 30 ildən çoxdur ki, insanların etibarını qazanan Səhliyalı şirkətinin Halal Neymət Min Bərəkət brendi bu gün də keyfiyyət və halal qida ənənəsini davam etdirir. Müasir texnologiyalar, yüksək gigiyena standartları və İslami qaydalara uyğun istehsal olunan məhsulların əsas məqsədi istehlakçıya rahatlıqla seçə biləcəyi halal və keyfiyyətli qida təqdim etməkdir. Halal Neymət Min Bərəkət. İllərlə qazanılmış güvən. Səmimiyyət faizində ölçməliyik. Kim düşünür ki, İradə xanım suallara qeyri-səmimi cavab verib, qırmızı işarələri qaldırır, səmimi cavab veribsə, göy işarələri qaldırır. Buyurun. Vay. Çok teşekkür ederim ve bu geçirdiğiniz zaman içinde hani benimle geçirdiğiniz tabii ki burada sizin öz hür iradeniz de var, isteğiniz de var. İstemezseniz buraya gelmezdiniz. Ve o zamanı bana xərclədiyiniz için teşekkür ederim ve inşallah ki azacık da olsa böyle %1 de olsa size o içimdeki iradeni tanıdabildim. Əsl iradeni. Çok teşekkür ederim. Çok sağ olun ki geldiniz. Çok sağ olun. Var olun. Sağ olun ki gəldiniz. Doğrudan da bugün o qədər enerjiliydim ki. Ne güzel, Sən ne özün hoş bilirsən. mele. Doğrudan sizdən gələn o enerjiydi. Sənin solun, mənim sağım. Bəli, Vay ne bəli. güzel. Ay. Çox xoş oldu, çox xoş Çok sağ oldu. olun. Doğrudan da. Sonra da deyirsiniz niye geldin? Ha. Ben gelmeyeyim, neyniyim? Bəli, bəli. Kartı çıxardıram. Nicat mənim kartımla, ver bura, ver. Səni kartla Aa. ödədi oranı. Bir dəqiqə deyən xahiş edirəm. Burada Nicat yazılıb, bağlayıram. Belə baxın. haksızlıklar olmaz. Məmdir. Mənim kartımdır, Hə, bəli. şu. Yenə də özüm ödəyirəm. Bəli, Çox gözəl. Unibankın post terminalı. Cesarete bak. Nəyə baxırsan? Mən bir dənə söz Sənin kartındır. Bu kartda kifayət qədər pul da var, vəsait də var, narahat olma. Mən hesaba baxmıram. Bəh, 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 Vay, bəh. nə gözəl Alqışlar səsdir. gəlsin, səsə bax. Getdi, bir 10 dənə getdi. 11-12 dənə getdi. Hə, Hə, çox sağ ol Nicat qardaşım, ödədin. Həmişə sən həmişə ödəyəsən, mən də yeyim içim sənin hesabına yaşayım. Kisenize bereket, Çox sağ olun. ömrünüze bereket. Çox sağ olun. Teşekkür ederim. təşəkkür edirəm. Bax, dediniz İradə xanım. Allah daha çok versin. Çox sağ ol. Amin, amin. Yazırdınız kommentlərdə İradə xanımı çağırın, İradə xanımı çağıra bilmirdik, Bakıda olmurdu, ölkədə olmurdu və Bugün nəhayət gəldi, ki- qonağımız oldu. Təşəkkürlər hər birinizə baxdığınız üçün. Və gələn həftə kimi görmək istəyirsinizsə rəy bölmələrində yazırsınız, qeyd edirsiniz, dəvət edirik. Bakıda olsa lap tez gələcək Bəli. və bizim qonağımız olacaq. Sağ olun, sağlıqla qalın. Sen gidenden şerrik oldum kedere, kedere. Dertlerimi böyle böyle yaşadım, yaşadım. Ben bilirdim ömrüm gitti boş yere.
bilmədim. Bu istəyin ağrısıyla yaşadım. Göz yaşım qəlbimə axdı, bilmədim. Bu yaşları gilə gilə, damla damla silə silə yaşadım. Yaşadım bir bilsən necə, yaşadım hər tənha gecə. Saxlayıb qəlbimdə gizlicə, sənin mən sevgimlə yaşadım. Yaşadım bir bilsən necə, yaşadım hər tənha gecə. Saxlayıb qəlbimdə gizlicə, yaşadım.